Uşaqlara gadjet vermək lazımdırmı? Müasir dünyada gadjetlər hər bir ailənin gündəlik həyatının ayrılmaz hissəsidir. Gadjetlər həyatımızı daha rahat və sakit edir. Məsələn, telefonlar və ya ağıllı saatlar vasitəsilə uşağın yerini tez bir zamanda tapmaq və bir çox başqa işləri görmək mümkündür. Amma heç kimə sir deyil ki, uşaqlar tez-tez gadjetlərdən düzgün istifadə etmirlər, onlara oyunlar yükləyir və ya video kontentə aludə olurlar. Buna baxmayaraq, gadjetlər həyatın bir hissəsidir və valideynlərin əsas vəzifəsi uşağa rəqəmsal gigiyenanı öyrətməkdir. Bunun üçün gadjetdən istifadə qaydalarını dəqiq şəkildə müəyyən edin. Gündə nə qədər vaxt, kontentə baxış üçün hansı məhdudiyyətlər var? Və bu qaydalara riayət edin. Əlbəttə, hər şey həmişə problemsiz olmayacaq. Bəzən uşaq sevdiyi videolara əlavə baxış vaxtı vermədiyinizdə isterika çıxaracaq. Amma qayda qaydadır. Daha bir vacib məqam isə odur ki, valideyn uşağa texnikanın imkanlarını öyrətsin. Televizorun, kompüterin funksiyalarını ona göstərin, telefonda olan ayarlardan danışın. Uşaqlar üçün nəyinsə necə işlədiyini öyrənmək xüsusilə maraqlıdır. Məsələn, televizor niyə həm şəkil, həm də səs verir? Əgər nə isə bilmirsinizsə, əvvəlcədən öyrədici videolara baxıb uşağa danışa və ya birlikdə maraqlı məzmun izləyə bilərsiniz. Məsələn, köhnə Galileo buraxılışları kimi.